bilər. Bəs neçə günü öncədən gəlib məşq etməlidirlər? Məndə aylar əvvəldən yazılırlar, amma beşsiz ödənişsiz yazılırlar. Bir ay qalmış dəstlərə çağırıram. Bir ay yəni kifayət edir. Bir ay qalmış nəyə görə çağırıram? Maksimum 4 dərs kifayət edir, heç oynaya bilməyən tələbəyə. Hər bir şey əladır. Qiymət neçədir bəs? Bir məsələn rəqsi öyrənmək üçün gəldinlə bəy yaxınlaşır sizə. Salam, aleyküm salam. Biz istəyirik filan rəqsi öyrənmək. Təbii ki, Azərbaycan rəqsindən söhbət gedir. İndi bəlkə digər rəqslər qiymətlər fərqlidir. Ümumiyyətlə necə formalaşır bu qiymət? Yoxsa damara baxıb qan alırsınız? Əsla, heç vaxt elə bir şey eləməmişəm. Bəli. Heç vaxt tələbənin mənə yəni maddi durumu heç vaxt mənə önəmli olmur. Yalnız və standartdır. Məndə konkret qiymətdir. Toy biznesində bəlkə də yeganə adam mənəm ki, qiymətimi paylaşıram. Konkret qoyuram ki, yəni qiyməti budur. Endirim bu yoxdur. rəqsin qiyməti budur. Budur demişkən, bizə göstərmir. Ümumiyyətlə rəqəm deyil. 150 manatdan başlayır. Rəqsə görə qiymətlər dəyişir. Elementə görə dəyişir. Rəqsin stilinə görə qiymətlər dəyişir, sayına görə dəyişir, adam sayı da ola bilir, bəzən dostlarla və s. da rəqslər hazırlanılır. 150 manatdan məndə başlayır, amma heç vaxt mən tələbənin cibinə görə qiymət demirəm. Hamıya eyni yanaşıram, mənə fərqi yoxdur onun maddi statusu önəmli deyil. Hamıya eyni qiymət deyirəm, heç vaxt düşmürəm. Çünki bir tələbəyə mən əgər endirim eləyərəmsə, o bir tələbənin üzünə baxa bilmərəm. Onu elədim, mənə niyə eləmədin? Yox, istər-istəməz, yəni birindən 150 alıb, birindən 135 alsam, o 5 manata görə mən o birisi tələbədən utanaram. Heç onun xəbəri də olmaya bilər. Amma mən yenə də utanaram. Ona görə hamıdan eyni qiymət alıram. Sadəcə pulsuz dərs dediyim tələbələr olur. Onda deyim sizə kimlərdir? Fiziki məhdudiyyət olan bəy-gəlinlər, elə buradan da səslənirəm. Fiziki məhdudiyyət ikisindən birində, hər ikisində fərq yoxdur. Fiziki məhdudiyyət olan bəy-gəlinlər əvvəlcədən yazılmaq şərti ilə tamamilə pulsuz özüm dərs deyirəm.